Rəqibin xüsusilə hava toplarında standart vəziyyətlərdə çox yaxşı olduğunu və dəfələrlə fərqləndiyini də bilirdik. Yaxşı hazırlaşmışdıq. Erkən qol vurduq və ikinci qolu vurmaq da qismət oldu və bunun nəticəsində qələbə qazandıq. Mövsümdə daha əvvəlki iki görüşdə Turantovuzu məğlub etmək mümkün olmamışdı. Maraqlıdır, bu oyundan əvvəl baş məşqçinin xüsusi tapşırıqları olmuşdumu qələbə üçün? Qələbə qazana bilmədiyimiz oyunlarla bu oyun arasındakı fərq sırf elə duran toplardaydı, standart vəziyyətlərdəydi və xatırladaq ki, burada məğlub olduğumuz maçda da Turantovuz məhz standart vəziyyətdən sonra fərqlənmişdi. Məşqçimiz də bizə xüsusi konsentrasiyalı olacağımızı yəni tələb eləmişdi. Xüsusilə standart vəziyyətlərdə digər oyunlarla müqayisədə artıq keyfiyyətimizi də müəyyən dərəcədə göstərmiş olduq.